Gerund participle mövzusunda uşaqlar bir neçə məsələ, bir neçə qaydaya fikir vermək lazımdır. Deməli, birinci qayda, bir neçə qaydanı burada xatırlayaq ki, keçən dəfə dediyimiz qaydalardan bu il yeni test toplusunda olan suallarda demək, əvvəlki qaydalardan biraz fərqli suallar daxil ediblər. Birinci növbədə gerund nədir? Gerund isimləşmiş feil deməkdir. Gerund feilin sonuna ing artırmaqla düzəlir. Azərbaycan dilində qarşılığı məstər kimi tərcümə olunur. Məsələn, reading nə deməkdir? Oxumaq. To read oxumaqdır. To read məstərdir, amma reading gerunddur. Tərcüməsi eyni cürdür. Birinci növbədə bunu bilmək lazımdır. Gerundun cümlədə mübtəda və yaxud da tamamlıq yerində işləndiyini bilmək lazımdır və cümlədə gerund işləndiyi zaman xəbər nədə olur? Təkdə olur. Buna fikir vermək lazımdır. Mübtəda yerində işləndiyində xəbər təkdə olur. Daha sonra gerundun işlənmə yerlərindən yəli əvəzliyindən sonra gerund işlənir. Çünki yəli əvəzindən sonra isim işlənməlidir əslində. İsmin əvəzinə gerund işlənəcək. Yəli yalda olan isimdən sonra gerund işlənir. Çünki yenə də ondan sonra isim işlənməlidir. Yerinə gerund işlənəcək. Söz özündən sonra gerund işlənir. Bir də bəzi feillər vardır ki, onlardan sonra gerund işlənir. İndi onlar haqqında bir daha qayıdıb baxacağıq biz növbəti sual tiplərində. Bir də burada fe'li sifət var. Fe'li sifət haqqında əslində suallarda məncə o qədər yoxdur yeni tip suallarda. Fe'li sifətin işlənməsində nədir məsələ? İki forması var. İndiki və keçmiş zaman forması. İndiki zaman forması an, ən, keçmiş zaman forması Azərbaycanda mış, miş kimi tərcümə olunur. İndiki zaman formasının düzəlməsi üçün fe'lin sonuna ing artırırıq. Keçmiş zaman formasının düzəlməsi üçün fe'lin yəni üçüncü forması olmalı. Yəni qaydalarda idi, qaydasızlarda üçüncü sıra. Bu da belə. Yəni indi qaydaq suallara, sualların tərkibində hər bir sualda qayıdıb baxaraq yenidən. Deməli söz önü var, gördüyümüz kimi söz önündən sonra gəlməsi lazım idi ing, bildiyimiz kimi gerund. Bu bir. İkinci sualda da looking forward to, buradakı to uşaqlar magmagin to'su deyil, looking forward to ifadədir. Ona görə də ondan sonra nə gəlməsi lazım? Yəni gerund gəlməsi lazım. Çünki söz önüdür. Söz önündən sonra gerund işlənir. Növbəti sualda by, yenə söz önüdür. Söz önündən sonra nə gəlməsi lazımdır? Yenə ing gəlməsi lazımdır. By'ın iki halı var. Uşaqlar, by'dan sonra əgər nöqtələr olmuş olsa, onda verb ing gəlir, yəni gerund gəlir. Əgər nöqtələr by'dan əvvəldirsə, onda V3 gəlir. Yəni fe'li sifətin keçmiş zaman forması gəlir. Burada by'dan sonradır deyə nöqtələr, ona görə nə gəlməsi lazımdır? Gerund gəlməsi lazımdır. Fe'li sifət yox. Növbəti sualda burada deməli nə var? Not to touch deyə bir şey yoxdur. Burada məsələ nədən ibarətdir? Əmr cümlələrinin düzəlməsi var. Əmr cümlələri necə düzəlir? Əmr cümlələrində fikir etmək lazımdır ki, birinci növbədə məsələnin to atılır, olur əmr cümləsi. Məsələn, deyək ki, belə bir şey deyim. Məsələn, be silent. Be silent. Bu nədir? Əmr cümləsidir. Yəni, məslərdən to hissəciyə atılır, olur əmr. Məsələn, to atılır, olur əmr. Daha sonra bunun inkarını düzəltmək istəyəndə necə düzəldir? İnkarını düzəltmək istəyəndə bir dənə don't qoyuruq qarşısına. Don't be silent. Sakit olma, məsəl üçün. Deyək ki, dərsdir, deyirəm ki, danış, aktiv ol və s. Be silent, sakit ol, don't be silent, sakit olma. Yəni, inkarını düzəltmək üçün nə edirik? Sadəcə qarşısına don't artırmış oluruq. Deməli, əmr cümləsinin düzəlməsi üçün birinci növbədə məstər, biz bilirik ki, məstər, bu da yazırıq əmr. Deməli, feilin qarşısında to olanda, məsələn, deyək ki, to listen, nə deməkdir? Qulaq asmaq. Düzdürmü? Listen olanda nə olur? Qulaq as. Və yaxud da to read, nə deməkdir? Oxumaq. Read olur nə? Oxu. Yəni, bu da olur əmri. Və onun inkarını düzəltmək istədiyimizdə isə bir dənə qarşısına nə qoyuruq? Don't qoyuruq. Yəni, inkarda isə, məsələn, don't listen. Və yaxud da don't read. Bu da oldu bizim əmr. Yəni, əmr cümlələrinin düzəlməsi üçün dedik ki, məsələn, to atılır, olur əmr. Don't qoyuruq, olur nə? İnkar. İndi bu sualda da, deməli, əmr cümləsidir. Not to touch necə olmalıdır burada? Don't to olmaz. Not touch olmaz. Let touch olmaz. Don't touch oldu əmr forması. Do not, don't. Eyni şeydir onsuz da. Sonra, məsələn, indi burada da nə olmalıdır? Not be yox, necə olmalıydı? Don't be olmalıydı. Don't be. Sonra don'tdan sonra quiet gəlir. Quiet sifətdir. Bunun yanında nə olmalıydı? Be olmalı. Yəni feil olmalıydı. Feil yoxdur. Not be yox, don't be olardı. Yenə də eyni şəkildə. Don't be. Və yaxud da let them. Yenə də nə gəlməsi lazım idi? Burada feil gəlməsi lazım idi. Let them be, nə bilim nə. Ona görə cavab olur B variantı. Burada da not to mention olmaz. Don't mention elə cavab B'dir də. Olduğu kimi görünür ki, burada elə B'dir. Heç o variantlara baxmağa ehtiyac məncə yoxdur. Let they yox. Them olması lazım idi. Let, yenə də burada feil gəlməsi lazım idi. Don't-dan sonra to gəlməli deyildi. Burada da, məsələn, indi don't-dan sonra nə gəlməli deyil? To gəlməli deyil. Let he yox, necə olması lazım idi burada? Him, mürəkkəb tamamlıqdan bilirik bunu.
Sonra not blame yox, necə olmalıdır? Don't blame olması lazım idi. Bu da getdi. İndi iki variant qaldı. İki variantda blame me for everything that goes wrong. Yəni səhv gedən hər şey üçün məni günahlandır. Məni günahlandırma olardı məntiqlə. Cavab oldu D variantı. Yəni səhv gedən hər şey üçün məni günahlandırma. Gəldik bura. Expect var. Expect biz bayaq dedik ki, burada feillərimiz var. O feillərdən sonra gerund və yaxud da feil sifətin gerund və yaxud da deyək məslərin işlənməsi var. Bu feillərə diqqət etmək lazımdır. Birinci cədvəlimiz budur. Demək, bu cədvəldəki feillərə diqqət yetirin. Bunları bilsəz, testləri rahat həll edə biləcəksiniz. Birinci növbədə gəlirik nəyə? Burada expect varmı? Var. Expectdən sonra nə gəlməlidir? To. Yəni feillərin əksəriyyətindən sonra to gəlməlidir. Gördüyümüz kimi. Bu feillərdən sonra to gəlir. Gerund gələnlər hansılardır? Bax, gördüyümüz kimi. Bu feillərdən sonra isə nə gəlir? Gerund. Yəni enjoy, finish, avoid, mind, suggest və s. Bunlardan sonra nə gəlir? Bunlardan sonra verb ing, yəni gerund. He enjoy reading məsəl üçün ing. Daha sonra bir də burada feillər var ki, bunlardan sonra həm məslər, həm də gerund gələ bilər. Like, love, hate, prefer, start, begin. Bunlardan sonra hər ikisi gələ bilər. Bir də burada bir sıra feillər var ki, bunlar yeni daxil olunubdur. Bu feillər isə nədir? Bu feillərdən sonra isə hər ikisi gələ bilir, amma mənalarına görə fərqli. Test toplusunda məncə bu suallardan var. Tam baxmamışam suallara, amma bir neçəsinə baxdım, gördüm ki, orada var. Yəni remember-ın məsələn iki forması var. Keçmişi xatırlamaq, etdiyini unutmaq və s. və ilaxır. Bu kimi şeylər. Məsələn, stopun eyni şəkildə iki forması var. I stop smoking, siqareti tərk etdim, yəni siqaret çəkməyi tərk etdim. I stopped to smoke. Siqaret çəkmək üçün dayandım. Yəni dayandım nəyə? Siqaret çəkməyə. Plan işi görməyə, hansısa bir işi görmək üçün dayandım. İndi gəlirik bura. Expect-dən sonra nə gəlməlidir? To. Decide yenə oradakı feillərdən idi. Decide-dan sonra to gəlir. Want yenə həmin feillərin içərisindədir. Ondan sonra to gəlir. Feillərin əksəriyyətindən sonra to gəlir ingilis dilində. Burada on var, söz önü. Söz önündən sonra ing gəlir gerund qaydasına əsasən. Decide-dan sonra nə gəlir? Yenə to gəlir. Adətən demək olar ki, eyni feilləri çox istifadə olunur. Burada suggest. Suggest baxırıq harda var? Bax, burada var. Gördüyünüz kimi suggest. Suggest-dən sonra nə gəlir? ing gəlir. Yəni əzbərləmək lazım dediyim kimi. Suggest-dən sonra ing gəlir, cavab B var. Decide ən çox düşənlərdən. Decide-dən sonra nə gəlirdi? To gəlirdi. Promise sözü var. Promise görək varmı siyahımızda? Promise var. Deməli, buradadırsa, yəni mən əzbər bilirəm, sadəcə sizə göstərmək üçün deyirəm. Promise-dən sonra nə gəlir? To gəlir. Deməli, promise-dən sonra to gələn variant hansıdır? Daha sonra expect-dən sonra yenə to gəlir. Cavab oldu nə? Y variantı. Növbəti səhifədə deməli yenə promise-dir. Yəni demək olar ki, eyni feillərdir. Promise, decide, expect eyni feillərdir. Promise-dən sonra nə gəlir? Yenə to gəlir. Decide-dən sonra yenə nə gəlir? To gəlir. Tried. Try feili iki forması var. Try-ın iki forması nədir? Bax, burada iki formalı olan feillərdən biri try. Fikir verirsə burada try. Try-ın bir mənası sınaqdan keçirmək, bir də mənası çalışmaq, cəhd etmək yəni mənasında. Yəni hansısa bir qaydadır və yaxud da eksperimentdir, onu sınaqdan keçirsən. Birində isə nə isə çalışsan ki, hansısa bir şeyi həll et. İndi görək buradakı tried nə mənadadır? Technician tried the network problems. Nə deyir orada? Həll etməyə çalışdı. İndi çalışmaq necə idi? İndi çalışmaq. Çalışmaqda nə olurdu? To olurdu. Demək cavab olacaq nə variantı? C variantı. Burada diqqət etmək lazımdır. Decide, yəni burada başa düşdünüz də nə olduğunu. Yəni həll etməyə çalışır. Çalışına görə to olmalı. Decide-dən sonra bayaqdan bildik ki, to idi. Promise-dən sonra bildik ki, to'dur. Bayaqdan dedik. Promise-dən sonra yenə to'dur. Suggest bayaq baxdıq. ing idi. Suggest-dən sonra unutmadınız yəqin ki, suggest-dən sonra bayaq burada qırmızılamışam. ing-dir. Növbətidə decide-dir. Decide-dən sonra yenə to'dur. Eyni feillərdən promise-dən sonra yenə to'dur. Bayaq baxdıq. Tried, yenə tried gəldi. Bayaqki problemi tez həll etmək üçün çalışdı, cəhd etdi. Yenə də to solve, bayaqki sualın eynisidir. Promise-dən sonra yenə to gəlir, eyni şəkildə. Yəni görürsünüz, o qaydanı biləndən sonra sualların həlli bir neçə saniyə, bir neçə dəqiqə sürür. Deməli, diplomat failed the condition. İndi burada zaten ing yoxdur. Onsuz da variantlarda yoxdur. Failed nə deməkdir? Uğursuzluğa uğradı. To fulfill the condition. Fulfill nə deməkdir? Yerinə yetirmək. Həll etmək yəni mənasında. Deməli, LO, bax burada nədir? Burada hansı qaydadır? Burada mürəkkəb tamamlıq qaydasıdır. Mürəkkəb tamamlıq qaydasına əsasən feildən sonra
tamamlıq gəlir və ondan sonraki feil buna görə uyğunlaşmış olur. Bu mürəkkəb tamamlıq qaydasıdır artıq. Mürəkkəb tamamlıq qaydasına görə allow feili 3-cü sıradakı feillərdən idi. Birinci sırada make ilə let idi. İkinci sıradakılar see, watch, notice, observe və s. Üçüncü sıradakıların içində allow da var. Allow'a görə nə olması lazımdır? To olması lazımdır. On söz önüdür. Söz önündən sonra nə gəlməsi lazımdır? ING gəlməsi lazımdır. Yenə promise-lərdən sonra yenə to gəlir. Promise-dən sonra yenə to gəlir. Eyni feillərdə. Remember. Remember-ın iki forması var. İki forması necədir? Birinci forması remember keçmişi xatırlamaq mənasındadır. Biri isə etməyi unutmaq mənasındadır. Yəni unutmamaq, daha doğrusu unutmaq demək, unutmamaq. Yəni nəyisə etməyi unutmamaq mənasında remember işlənəndə to ilə olur. Bir də keçmişi xatırlamaq, keçmişdəki hansısa bir şeyi xatırlamaq mənasında ING olur. ING olur. Demək indi burada nə deyir? Do you remember? Do you remember? Onsuz da ING-dir onsuz da. To olan variantda to ilə ING olmur onsuz da. To read onsuz da yoxdur variantlarda. Ya to read olmalı, ya ING olmalı. Onsuz da ikisindən biri var. ING-dir. İndi burada variantlarda ING olan variantda necə edir remember-ı? Keçmişi xatırlamaq. Görə uyğun gəlirmi? Deyir ki, do you remember reading the book on the shelf discipline? Uyğun gəlirmi? Nə deməkdir? Do you remember reading the book on the shelf? Shelf discipline. Self discipline. Self discipline nə idi? Shelf olur. Self discipline yəni özünü necə deyirlər? Azərbaycancası necə olur onun? Self discipline. Yəni Azərbaycanca o söz var da, disiplin, məsuliyyət, öz məsuliyyətin üçün kitab oxumağı xatırlamaq yəni mənasında. Do you remember? Sən xatırlayırsan mı? Yəni onsuz da variantlarda to read yoxdur onsuz da. Bəxtimizdən to read yoxdur. About söz önüdür. Söz önündən sonra nə gəlməsi lazımdır? ING. Söz önündən sonra yenə nə gəlməsi lazımdır? ING. Söz önüdür. Söz önündən sonra yenə nə gəlməsi lazımdır? Yəni gerund gəlməsi lazım idi. It's important. Bax burada bir dənə belə bir qayda var. Qaydamız nədən ibarətdir? Deməli, bunu əlavə olaraq məsələn qeyd edə bilərik. Məsələn, to be üstə gəlinsin sifət olanda ondan sonra gələn feilimiz necə olması lazımdır? To-lu verb. To be üstə gəlinsin sifət, ondan sonra gələn feilimiz necə olmalıdır? To-lu verb. İndi buradakı feilimizdə də it's important to support. It's important to support your family. Məsələn, indi bax, it is important to support your family. Məsələn, burada fikir verirsiniz. It's important to support your family. Fikir verdiyiniz kimi sifət gəldi. Ondan sonra gələn feilimiz necə oldu? To-lu. Bu qaydaya diqqət yetirmək lazımdır və vacibdir. Testlərdə belə qayda çoxdur. Bu qaydaya aid sual çoxdur. To be üstə gəlsin sifət. Ondan sonra gələn feil to ilə. İndi burada da it's important nə olacaq? To support. Stop. Stop feilinin iki forması var idi. Görə variantlarda to-lu olan varmı heç? Bax, to varsa ING olmamalıdır usta. To varsa S olmamalıdır. Onsuz da stopdan sonra iki forma gəlməlidir. Ya ING ya da necə gəlməlidir? Ya da to-lu. Onsuz da to-lu variant yoxdur onsuz da variantlarda. Demək nəymiş? ING imiş. Yəni stopun iki forması necə idi? Bax, burada xatırlayaq. Stop bir işi dayandırmaq, başqa iş görmək üçün dayanmaq. Məsələn, burada da variantda bax. I stopped smoking, siqareti tərk etdim. I stopped to smoke, siqaret çəkmək üçün dayandım yəni mənasında da. Yəni stop tərk etmək mənasındadır birində. Birində isə nədir? Nə isə üçün dayanmaq yəni mənasında. Növbəti sualda forget. Forgetdə də iki forma var. Onsuz da variantlara fikir versəz, ya to-lu olmalıdır, ya da ING olmalıdır. To ilə ING olmaz onsuz da eyni zamanda. Qalır cavab B. Yəni forget'in də iki forması var. Nə idi forget'in iki forması? Etdiyini unutmaq, bir də nə isə etməyi yaddan çıxartmaq, unutmaq yəni. Yəni hansısa bir iş görəcəm, o işi görməyi unuduram. Bunda olur nə? Forget bu mənada, ikinci mənasında, onda to ilə olur. Bir də etdiyini nəsə edibsən, amma unudursan, yəni mənasında. Sonra of var, söz önü. Söz önündən sonra nə gəlməsi lazımdır? ING, cavab oldu Y variantı. To be eager to onsuz da ifadədir. Özü elə deyir ki, to be eager to do something.
Deməli, söz önü var. Söz önündən sonra nə olur? ING cavab oldu C variantı. Want feili özündən sonra yenə to tələb edir. Cavab oldu D variantı. Eyni şəkildə want. Bax burada want bu mürəkkəb tamlıq qaydasıdır. Mürəkkəb tamlıq qaydasına görə want'a görə nə gəlməsi lazımdır? Niyə bildiyim mürəkkəb tamlıq qaydasıdır? Bir var want'dan dərhal sonra feilin gəlməsi. Bir də var tamlıq gəlib sonra feilin gəlməsi. Məsələn, want'dan dərhal sonra feil gələndə onsuz da to ilə olur. Bir də var ki, want'dan sonra tamamlıq gəlib sonra feil gələndə onda da to ilə olur. O mürəkkəb tamamlıqdır artıq. Buradakı mürəkkəb tamamlıq qaydasına əsasən want'dan sonra to gəlir. Yenə forget var. Forgetdən sonra ya to gəlməlidir, ya da ing gəlməlidir. İkisi də var variantda. Görək hansını götürərik. İndi B də var, C də var da, hə? İndi burada görə forget'in mənası nə idi? Etdiyini unutmaq, bir də etməyi unutmaq. İndi görək nə deyir indi burada? I forgot to turn off the light before leaving the room. Yəni etməyi unutmaq deməkdir. Burada cavab oldu B variantı. Promise-dən sonra nə gəldi? Başa düşdünüzsə bunu? Turn off, yəni nəsə eləyəcəkdi. Yəni işığı söndürməyi unudub da, yəni etməyi unutdu. Sonra burada da promise-dən sonra nə gəldi? Yenə to gəldi. Söz önündən sonra yenə nə gəlməsi lazımdır? ING gəlməsi lazımdır. Yenə forget var. Yenə to olmalıdır ya da ING olmalıdır. Amma ING ilə bərabərlikdə to olmalı deyil də, yəni. Yəni to qabağında, sonrasında ING olmalı deyildi. Ya ING olub to silinməli idi. O da öyle variant yoxdur. Burada söz önü var yenə. Söz önündən sonra nə gəlməsi lazımdır? Yəni ING cavab oldu Y variantı. Stop. Stopdan sonra ya to gəlir ya da ING gəlir. To ilə ING eyni zamanda olmur. Bu çıxdı. İndi görək o yüzdə ya to ilə ya da ING olan variant hansıdır? Y variantı. Sonra regret. Regretdən sonra da ya to gəlməlidir ya da ing gəlməlidir. Eyni şəkildə. İndi bax bunlar uyğun gəlmir. Bunlar uyğun gəlmir. Bu da to olmalı deyil də ing varsa. Sağ olsunlar, rahatlaşdırıblar burada bizim üçün. Regretin də iki mənası eyni şəkildə var. Söz önündən sonra ing gəlməlidir. D variantı. Suggest-dən sonra ən çox düşənlərdən idi. ING idi. Yəni bunu bir daha xatırlayaq. Suggest ən çox düşənlərdən bir suggest. Enjoy, suggest. Bunlar ən çox düşənlərdir. ING gəlir. Onu yadda saxlayırıq. Cavab oldu C variantı. Decide-dan sonra nə gəldi? To gəlir. Cavab oldu B variantı. Was careful. To be-dən sonra sifət gəlibsə nə olmalıdır? To ilə cavab oldu Y. To be-dən sonra sifət gəlibsə bu nə olmalıdır buradakı? To. Düzdürmü? To ilə. To ilə olmayanları çıxdım. İndi let-in də qarşısında to yoxdur. İndi expect-i qoysam, burada tamamlıq gəlib. Expect-ə görə buradakı nə olmalıdır? Bu mürəkkəb tamamlıqdır artıq ikinci tərəf. To olmalıdır. Ask-a görə nə olmalıdır? To olmalıdır. Qaldı cavab deyil. Make-a görə də to-suz. Növbəti də it was impossible to ask. Bax görürsən, it was impossible-dan sonra gələn görürsən, to ilə gəlib onsuz da. Ask-dan sonra Z yox, necə olmalıdır? Them. Ask-a görə, mürəkkəb tamamlıq qaydasına görə nə olmalıdır? To. Yəni ask-dan sonra, want-dan sonra, üçüncü sıradakı feillərdir. Ondan sonra tamamlıq gəlib, ondan sonra gələn feillər nə olmalıdır? To ilə olmalıdır. Buna görə qaydaya əsasən A variantı. My, yiyəlik, yiyəli əvəzindən sonra nə gəlirdi? ING, gerund gəlirdi. Yəni yiyəlikdir. Yiyəlikdən sonra yenə nə gəlirdi? Gerund. Söz önündən sonra nə gəlirdi? ING. Sonra we need to have our computer. Bu nədir? Bu icbar növüdür. İcbar növün qaydasına əsasən nə olmalıdır? V3 olması lazımdır. Yəni nəyisə etdirtmək mənasında icbar növdür. Və icbar növün buradakı qaydasını qeyd etmişik. Qayda nədən ibarətdir? Keçdik. Deməli, keçməmişik. İcbar növ. Buradadır. Deməli, həvlə get feil istənilən zaman formasının olmasının asılı olmayaraq, ondan sonra gələn nəsə gəlir, ondan sonra gələn nə olmalıdır? V3. Bu icbar növ hesab olunur. Məsələn, he has his homework done. Nə deməkdir? O ev tapşırığını elətdirir. He had his homework done. O ev tapşırığını elətdirdi. He will have his homework done. O ev tapşırığını elətdirəcək. Burada da they get the car repaired. Onlar maşını təmir elətdirir. Onlar maşını təmir elətdirəcək. Yəni fikir verirsin, buradakı has və yaxud da get istənilən zaman formasının olmasından asılı olmayaraq, ondan sonra gələn necə olur? V3. Yəni participle to olmuş olur. Bu icbar növdür. Mesela o saçını kəstirir, yaxud da nə bilim, paltarını tikdirir və s. və ilaxır. İndi burada da have our computer, burada nə olması lazım? V3 cavab oldu nə? Y variantı. Deməli, növbəti də deməli it's encouraging
Yenə də eyni şəkildə nə olmalıdır? To invite young people. Yenə də to join fundraising activity. Yəni eyni şəkildə burada xeyriyyə fəaliyyətində iştirak etmək. Yəni burada da fikir verirsinizsə, it's encouraging, yəni eyni şəkildə elə ki sifətdir da, yəni eyni qayda. Ona görə nə olması lazımdır? Ondan sonra gələn nə olmalıdır? Ondan sonra gələn to ilə olması lazımdır. Bayaqki qaydadır da bayaq necə it's important və yaxud da it's bad və s. bunun kimi bir şeydir. Ona görə hər ikisi to ilə olması lazımdır. Bəli. Deməli, burada promise-də görə, yəni nə olması lazım? To. Forget-ə görə ya to ya da ing. Görə ikisi də var mı variantda? Ing ilə to olmaz onsuz da. Are ing olan şey deyil. Yəni bu bir dənə variant qaldı onsuz da variantda. Bayaqdakı forget-in iki forması var idi. Bir şeyi unutmaq və yaxud da etməyi unutmaq yəni mənasındaydı. Sonra it's hard for teen. Yəni də bax to be üstə gəlsin sifət. Yəni nə olması lazımdır? To resist. Resist nə deməkdir? Müqavimət göstərmək, sosial medianın təzyiqlərinə müqavimət göstərmək çətindir gənclər üçün. Enjoy feilindən sonra ing gəlir. Enjoy feilindən sonra ing gəlməyini bayaq qeyd etdik. Suggest-in yanındaydı burada enjoy. Yəni hələlik ing düşənlərdə enjoy və suggest görmüşük. Deməli, enjoy-a görə nə oldu? Ing cavab oldu nə? A variantı. Sonra it's important to, yəni eyni şəkildə. Sonra tried, cəhd etmək. Cəhd etmək yoluna görə nə olması lazımdır? İki mənası var idi. ing də var, to da var idi. The problem before presenting the report. Tried nə deməkdir? Cəhd et. Burada cəhd etmək lazımdır da. Problemi həll etməyə çalışmaq yəni mənasında. Çalışmaq mənasında olan nə olurdu? To olurdu. Deməli, onda nə oldu cavab? B var. Növbəti sualda söz önü var. Söz önündən sonra nə olması lazımdır? ing. Növbəti sualda suggest-dən sonra nə olması lazımdır? ing. Cavab oldu D variantı. Decide-dan sonra nə olması lazım idi? To. Yəni eyni feillərdir var. Decide, promise, suggest, enjoy. Ən çox düşənlər bunlardır. Expect. Decide-dan sonra yenə eyni şəkildə to idi. Yenə eyni şəkildə burada it's common to be sifət. Ondan sonra nə gəlməsi lazım? Yenə to gəlməsi lazım idi. To ilə ing olmaz. Sonra promise-dən sonra nə gəlməlidir? To gəlməlidir. To olan variantları saxlasaq, to ilə ing olmaz. Cavab oldu C variantı. Stop-dan sonra ya ing ya da to gəlməlidir. Bunlar uyğun gəlmir onsuz da. To ilə də ing olmaz. Yəni ing olmalı deyildi. Cavab oldu C variantı. Were encouraged eyni şəkildə. İndi burada nə olacaq? To participate. To participate eyni şəkildə. Sonra növbətidə after söz önüdür. Söz önündən sonra nə gəlməlidir? ing. Sonra söz önüdür. Söz önündən sonra nə gəlməlidir? Yəni ing. It's impossible to be sifət. Nə gəlməlidir? To. Sonra looking forward to ifadəsinə diqqət edin. Uşaqlar ən çox çaşırlar burada to-dan. Elə bilər ki, to varsa nə gəlməlidir? Məsdər gəlməlidir. Amma looking forward to ifadədir. Yəni oradakı to magmaq deyil də, yəni. Looking forward to nə deməkdir? Səbirsizliklə gözləmək. Ondan sonra nə gəlməlidir? ing. Bax bu son illərdə qəbul imtahan güvəndə düşmüşdü deyəsən. Yoxsa qəbulda da düşmüşdü məncə. Məncə qəbulda da düşmüşdü yəni buraxılışda. 2021 yəni neçənsə ilin mən xatırlayıram ki, düşmüşdü belə bir sual. Uşaqlar orada çaşmışdılar. To ilə meet götürmüşdülər, B-ni götürmüşdülər, amma olmaz. Yəni orada elə bilmişlər ki, to məsdərdir. Looking forward to ifadədir. Səbirsizliklə gözləmək. Suggest-dən sonra yəni ing gəlirdi, bayaq dedik. Deməli, növbəti sualda forget var. Forget-dən sonra ya ing ya da to olmalıydı, düzdürmü? İndi are olmalı deyil, o zamana görə dəyişməkdir. Bu look keçmiş zamandır. To-su yoxdur bunun da. To ilə də ing olmaz. To-sunu silirik, cavab oldu ki. Heç yəni tərcümə etməyə ehtiyac qalmadı yəni. It's difficult to be sifət, üstə gəlsin, olursa to ilə olurdu. Didn't mean, mean-ə görə nə olmalıdır? To. To variantı haradadır? Y variantı. Yəni mean-dən sonra da yəni eyni şəkildə to işlənirdi. Deməli, növbəti sualda yəni look forward to, yəni eyni şeyi ifadə edirlər, hearing. Sonra it's not fair. Yəni to be sifət gəlib. To be sifət gəlibsə nə olmalıdır? To ilə. To olmayanlar çıxdı. İndi expect-i qoyduq. Expect-ə görə ondan sonraki necə olmalıdır? To mürəkkəb tamamlıqdır. Elə A düzdür. Görə obstədə nə var? Allow-a görə nə olmalıdır? To. Allow-a görə to. Allow 3-cü sırada. Make-ə görə isə to-suz olmalıdır. Cavab oldu nə? A variantı. Bax yenə indi burada mürəkkəb tamamlıqdır. Tell var.
Tel'dən sonra tel 3-cü sıradakıdır. Tel'dən sonra tamamlıq gələndə ondan sonra nə olmalıdır? To ilə. İndi bax burada to ilə olmalıdırsa, to follow olmalıydı. To olmalıydı. To olan variant ümumiyyətlə she yox, burada nə olmalıydı? Her. Burada da to olmalıydı. Qaldı cavab nə? C variantı. Bob and John orada to. Tel 3-cü sıradaydı. Sonra make'e görə nə olmalıdır? Tusuz. Tusuz. Let'e görə nə olmalıdır? Yenə tusuz. Hər ikisi tusuz hansıdır? Elə A'dır. Burada made zamana görə dəyişib, chosen zamana görə dəyişib. Bunlar uyğun gəlir. Hə? Yox, orada sifətə baxırıq. It's bad-ə görə to gəlibdi onsuz da make. To make gəlib və to make-in gəlmə səbəbi elə it's bad-ə görədir. İndi make-dən sonra tamamlıq gəlib, make-ə görə nə olmalıdır? Bunu tapmışdım. It's famous for-a görə nə oldu? ING də hardadır? A variantında. İnşallah, yəni orada mən düz izah edirəm hamısını. Amma siz yəni anlamadığınız olduğunu soruşun elə bax. Yiyəlikdir. Yiyəlikdən sonra nə gəlməlidir? ING. Cavab oldu B variantı. Söz önündən sonra yəni nə gəlməlidir? ING. Elə cavab A'dır da. Hə, düzdürmü? Ha, burada yəni bayaq dediyim şeyi xatırlamaq lazım inşallah. By'dan əgər nöqtələr sonradısa, onda verb ING olur. Əgər by verilib nöqtələr əvvəlindədirsə, onda V3 olur. Və buna diqqət etmək lazımdır. O, artıq məhsul növ anlayışında və yaxud da feil sifət anlayışında demişdik. Yiyəlikdən sonra nə gəlməsi lazımdır yenə? ING gəlməsi lazımdır yiyəlikdən sonra. O da hansı variantdır? D variantıdır. Yəni burada söz önündən sonra nə gəlməsi lazımdır? ING. Birincidə ING-ni tapdıq. İkincidə want-a görə mürəkkəb tamamlıq qaydasına əsasən 3-cü sırada olduğuna görə nə olmalıdır? To feel. Yəni burada artıq didn't keçmiş zamandır. Mən bura götürüm keçmiş qoyum deyib D qoymayın da. Yəni mürəkkəb tamamlıqdır. Want-dan sonra gördü tamamlıq gəlir. Buna görə nə olmalıdır? To-dur. Try-də görə bayaq dedik ki, ya to ya da ING gəlməlidir. To ya da ING olmayanları birinci çıxıram. Həvi də çıxdım. Sonra söz önündən sonra nə gəlməlidir? ING gəlməlidir. Cavab çıxdı da onsuz da. Persuade, inandırmaq. Söz önündən sonra ING cavab rahat tapdım da. Yəni heç tərcümə eləmədən tapdım. Try-ın cəhd etmək mənasında olanda nə işlənir? To ilə işlənir. Amma yoxlamaq mənasında nə ilə işlənirdi? ING ilə. Düzdür də. Deməli, söz önündən sonra nə olurdu? ING. Söz önündən sonra ING gəlirdi. But told mürəkkəb tamamlıqdır. Görürsən, burada tamamlıq gəlir. Ha, told mürəkkəb tamamlıqdır. Burada orta tamamlıq gəlib. Sonra nə olmalıdır? To ilə olmalıdır. Tell. 3-cü sıradaydı da. Want, ask, expect, tell, recommend. Onlardan sonra elə gəlirdi. Was really very boring. Yəni to be sifət. Nə oldu? To ilə. To be sifət. Nə oldu? Yenə to ilə. Decide'dan sonra to meet. To meeting olmaz. Elə şey yoxdur. Sonra it's impossible. Yenə to ilə olmalıdır. To ilə ING olmaz. It's possible. Yəni to ilə olmalıdır. Cavab oldu A variantı. Növbəti sualda you are not strong enough to be sifət. Nə olmalıdır? To ilə. To be sifət. Nə olmalıdır? To ilə. He was a very nice person to walk. Sonra it's not easy. Nə olmalıdır yenə? To ilə olmalıdır. Peter used to ifadəsini xatırlayıq da. Used to, yəni edərdi, oynayardı. Used to play. Sonra regret. Regretdən sonra iki formada olurdu. ING də oldu, to ilə də olurdu. Düzdürmü? Yəni to ilə olan variant yoxdur. To ilə olan variant yoxdur. Mən nə götürürük? ING ilə götürürük. Regretin necədir? Peşman olmaq. Bir də var ki, regretin ikinci mənası nədir? Rəsmi xəbər vermək. Yəni üzgünəm mənasında. Yəni məsələn burada şeydə də verilib, orta məktəb dərsində də verilib. Bax burada fikir verirsinizmi? Regret. Be sorry about an action in the past. Feel sorry about the past. For many years I regretted offending her because of misunderstanding. Yəni onu günahlandırdığıma görə nə edirəm deyir? Peşmanam. Yəni illərdir. Orada deyir ki I regret to say but I have to go now. Yəni she said. Yəni üzgünəm. Yəni bunu deməyə üzgünəm ki, lakin mən getməliyəm. Yəni burada elə ki elan etmək mənasında. Yəni be sorry about what you are going to say. Yəni deyəcəyin şeydən peşman olmaq kimi mənasında. Yəni yəni məsələn deyirəm, bağışlayın da mən getməliyəm. Bax bunun kimi bir şey.
Üzgünəm amma getməliyəm. Yəni bu kimi. Peşman olmaq mənasında deyil də yəni. Deməli remember yenə iki forması var idi. Ya to ilə ya da ing ilə. Deməli to ilə olan var olmayan və ing is olmalı deyil burada. To ilə də ing olmaz onsuz da. Bir dənə variant qaldı. C variantı. Yəni remember'ın iki forması var idi. Burada da qeyd olunub elə remember. Remember after you do an action. Remember an earlier action. I remember sitting at the same desk with her for 4 years. Mən onunla 4 il eyni partada oturduğumu xatırlayıram. Keçmişi xatırlamaq. Burada isə nə deyir? Remember before you do the action. Remember to do a future action. She said, remember to call me this time. Mənə zəng etməyi xatırla. Yəni keçmişi xatırlamaq deyil də, yəni hansısa bir iş görməyi xatırlamaq yəni aslında. Onsuz da orada yenə dediyim kimi variant yoxdur. Yəni birbaşa deyə bilərdik. Forgetdən sonra ya to ya da ing gəlməlidir. Orada bir dənə variant da var. To ilə ing olmaz. Sonra regretdən sonra ya to ya da ing gəlməlidir. To ilə ing olmaz. To olan variant D variantı. Bayaq yəni mənalarını usta demişəm. Regretdən sonra ya to ya da ing gəlməli idi. To yoxdur. Ing olan variant Y-dir. Forgetdən sonra yenə to ya da ing gəlməlidir. Sağ olsunlar. Rahat veriblər. Y variantı. Tərcümə verməyiblər. Regretdən sonra ya to ya da ing gəlməlidir. To olan variant var mı? Cavab oldu Y. I regret telling you this news because it disappointed me. Sonra burada da forget'dir yenə ya to ya ing gəlməlidir. To ilə də ing olmaz. Eyni zamanda qaldı ing olan variant. Stop. Stopdan sonra yenə ya to ya da ing gəlməlidir. To ilə də ing işlənməz. Qaldı cavab Y variantı. Görürsünüz? Yəni sağ olsunlar. Yəni iki formada işlənənləri sizi çətinə salmayıblar. Min. Mindən sonra nə gəlir dedik? To gəlirdir. Cavab oldu B variantı. Onsuz da to ilə ing olmur. Onsuz da belə bilirik ki. Regretdən sonra yəni nə gəldi? Ya to ya da ing gəlməlidir. To ilə ing eyni zamanda olmamalı idi. Sonra to var. Amma not to tell olmalıdır da. To not tell yox da. Not to tell. Elə bil ki o gerund və yaxud da məsdər ki var. Və onların qarşısında not qoymalıyıq. Elə bil ki not bundan sonra nə gəlməlidir? To verb ya da verb ing. Yəni not gəlib sonra to gəlməlidir. Yəni bura diqqət etmək lazımdır. To not tell yox, not to tell olmalıydı. Buna görə səhvdir. Sonra to ilə ayrı variant qalmadı. Ing olan variant Y variantıdır. Forgetdən sonra yenə ya to ya da ing gəlməlidir. Yenə də to ilə ing eyni zamanda işlənən şey deyil. Elə bir anlayış yoxdur. Qaldı cavab D variantı. Remember'dan sonra yenə to ya da ing gəlməlidir. Bu ing-in qarşısında to olmamalıydı. Qaldı cavab nə? B variantı. Stopdan sonra ya to ya da ing gəlməlidir. Ing yoxdur. Yoxdur dedim var ya, amma qarşısında to olmamalıdır burada. Yəni qaldı to ilə. Forgetdən sonra yenə də ya to ya da ing gəlməli idi. To ilə olan variant var, amma sonunda ing olmamalıydı. Qaldı cavab. Regretdən sonra yenə ya to ya da ing gəlməli idi. To ilə ing eyni zamanda olmur. Bu qarşısında qaldı cavab D variantı. Yəni gördüyümüz kimi bu ifadələrdə yəni ikili işlənənlər ki var. Bax onlarda fikir verirsinizmi ki, ikisindən birini veriblər zaten, ikisini verməyiblər. Would rather, bir də had better ifadələri var uşaqlar. Would rather və had better ifadələrində onlardan sonra to-suz gəlir. Uşaqlar burada kitabda yoxdur hər halda dərslikdə. Mən onu harasa qeyd eləmişdim, amma bilmirəm hara qeyd etmişəm. Deməli bunu da bura bura qeyd eləyək də, eybi yoxdur. Deməli, would rather üstə gəlinsin to-suz verb. Yəni, to-nun üstündən xət çəkəcəyik. To-suz verb. Bir də had better yaxşı olar ki deməkdir. Bundan sonra da yəni nə gəlir? To-suz feil.
Bunlara diqqət etmək. Would rather və had better'dan sonra nə gəlir? Tusuz feil. Prefer olanda to gəlirdi. Deməli, prefer heç salmırlar. Would prefer. Üstün tutmaq yəni mənasında. İndi gəlirik suala. I would rather, ondan sonra nə gəlməli? Tusuz. Tusuz olan variant hansıdır? B variantı. I would rather learn one more foreign language. Yəni istərdim ki, yəni neyim? Bir dənə də əlavə dil öyrənim. You had better, yenə də nə olmalıdır? Tusuz. Tusuz olan variant hansıdır? C variantı. Tusuz, feil. Və bu tunu atırsan buradan, atılandan sonra qalan forma hansıdırsa onu qoyursan. Yenə də had better'dan sonra nə olmaz? To olmaz. Would rather'dan sonra to olmaz. Bundan sonra to olmaz. ing olmaz. Qaldı cavab nə? C variantı. Had better'dan sonra tusuz. Yenə had better'dan sonra tusuz, elə cavab A'dır. Would rather'dan sonra to gəlməz. Had better'dan sonra to gəlməz. ing gəlməz. Sonra had better'dan sonra to gəlməz. Yenə would rather'dan sonra nə olmalıdır? Tusuz. Tusuz olan variant hansıdır? A'dır. Had better'dan sonra yenə tusuz. Forgot yox, forget olmalıydı. Sonra to olmalı değildi, s olmalı değildi, to olmalı değildi. Bu da onun nəyidir? İnkarıdır. Yəni təsdiqi, bayaq dediyim kimi məslərin tusuz, yəni tusuz, tulu məslərin və ing-nin inkar formasını notla düzəlir. Yəni bayaq dediyimiz kimi, yəni bir daha da qeyd edirəm. Məsələn, not, buradan biraz yazanda nəsə narahatsız eləyir, sayfa buradan eləyir. Deməli, not üstə gəlinsin, verb, tulu verb ya da verb ing. Yəni, məsələn, deyək ki, not come, to come ya da coming. Bir dənə feil məsələn üstünə göstərsək, və belə olmalıdır. Yəni, məsələnin qarşısında inkar düzəltdiyimizdə nə notla düzəldir. İndi gəldik bu sualımızda da not forget olmuş oldu. I would rather, yəni nə olacaq? Tusuz, cavab C variantı. Növbətdə had better, yenə nə olacaq? B variantı. Niyə left olmadı? Çünki left zamana görə dəyişmiş formadır. Left living keçmişidir. Zamana görə dəyişməməlidir. Gəldik bura. Do you remember? Remember'dan sonra nə olmalıdır? Ya to ya da ing. Variantlarda ing olan var, amma qarşısında to olmamalıdır. Diqqət yetirirsə, to olan variant hansıdır? Görürsünüz, tərcüməyə getməyiblər hələlik. Deməli, yəni remember'dan sonra nə gəlməlidir? Ya to ya da ing. Deyək ki, indi elə bunun tərcüməyə baxmırıq da. Tusuz olan variantı çıxdı. O heç getdi. To olabilir ing-dir. Amma ikincidə to be-dən sonra sifət gəlibsə nə olmalıdır? To ilə. İkincidə to olan variant hansıdır indi? Burada var, burada var. Deməli, tərcümə istəyəcək bizdən, hə? Deməli, nə deyir cümlədə? Do you remember reading about it? Yoxsa to read about it? No, at that time I was too young to read newspaper. Burada xatırlamaq mənasındadır. İndi xatırlamaq mənasındadırsa, xatırlamaq mənasında necə işlənirdi biz dedik bayaqlarım? Keçmişi xatırlamaq, cavab olacaq ing ilə. Cavab olur indi onda variant olaraq nə variantı? A variantı. Gördünüz? Do you remember reading about it? Bunun haqqında oxuduğunu xatırlayırsanmı? No, at that time I was too young to read newspaper. Yəni qəzeti oxuyanda mən çox gənc idim. Deməli, would rather'dan sonra nə olmalıdır? Tusuz, cavab oldu nə variantı? D variantı. It's rude. To olmalıdır, düzdürmü? Birlikdə niyə görə? To be-dən sonra sifət gələndə sonra nə olmalıdır? Tulu verb olmalıdır. İndi make-ə görə tamamlıq gəlib ortada. Make-ə görə nə olmalıdır? Tusuz. Tusuz olan variant hansı? Bax, to making olmazdı. Onsuz da səhv idi. Make-ə görə tusuz olan variant hansıdır? D variant. She was happy. Nə olacaq indi? To ilə olan variant. To going olmaz. Bir dənə B variantı qaldı da. Onsuz da burada to ilə özü veribdir. Onsuz da orada to-nu. Növbəti sualda deməli he stopped. Stopdan sonra nə olurdu uşaqlar? Stopdan sonra hər ikisi olurdu. Startdan sonra nə olurdu?
Onda da hər ikisi olurdu. Yox, startdan sonra da bax görürsən hər ikisi olur da. Yanlış gerund həm də məstər işlənə bilir. Startdan sonra da, stopdan sonra da. Amma stopun iki mənası var da. Bir mənada bax startda hər ikisi işlənir. Amma stop, yəni startda məna fərqi yoxdur. Amma stopda isə bir işi dayandırmaq, başqa bir iş görmək üçün dayanmaq. Yəni dayanmaq, bir də dayandırmaq. Yəni tərcümə mənasında işlənəndə ing işlənəcək. Amma bir iş etmək üçün dayanmaq olanda to ilə işlənəcək. İndi görək variantda nədir burada? He stopped brochure about the fundraising. Nədir indi? Tərk etmək deyil də burada. Tərk etmək deyilsə to read olacaq da. Amma variantda elə şey yoxdur. Biz elə demədik. Bir işi dayandırmaq. Necə? To reading yoxdur onsuz, elə bir şey yoxdur. O heç. Onsuzda to read yoxdur onsuzda variantda. Ha? Stop yerinin özü işlendir. Orada bir Ayıncı değil orada. Yox, ha, cavab onsuzda çıxır, çıxmağına. Sadəcə biz deyirik ki, yəni orada to read olmalıydı deyirik biz sadəcə ki, yəni oxumağa dayandı da. To read the brochure about the fundraising. Stop'un özünden ayrıntı mənada tüne ayrıntı. Burada stop'dan sonra geldi. Bir de bakın. Stop ayrıntı yani tüne o mənada hansı fiildən sonrası stop işarətləri də Aha. Nədir əsas fiil? Yəni biz dəyişəndə stopu dəyişirik. Burada bir dəyişmir. Yox, stopdan sonra gələn fiil axı. Bax, stop əsas fiil. Xəbərimiz. Orada ayrıntı stopa deyil. Ha. Demək stopa artırılmayıb. Yox, qoy sonra da deyərəm. Deməli, startdan sonra da yenə ya to ya ing gəlməli, cavab çıxır onsuz da. Eləməyi tərk edib də, yəni eləməyi. Orada stop deyilsə, onu dəyişiklər. Amma burada özü verib Dayandırmaq, tərk etmə mənasını verir. Stop versəydik biz ona baxa bilərdik. Yox. Qoy bu axıra çatdırım, deyərəm. Advised da görə nə olmalıdır? To olmalıdır, düzdürmü? Birincidə to. Before sözünüdür. Sözündən sonra nə olmalıdır? ing, o da nə variantıdır? D variantı. Regretdən sonra nə olmalıdır? İkincidə konkretdir da, sözündən sonra ing gəlməlidir. Onu rahat gedək oradan. Aha. Regretdən sonra nə olmalıdır? Ya to ya ing, tusuzdur, bu heç əlaqəsi yoxdur. Ya A-dır ya B. İndi baxırıq, regretin iki mənası var. Peşman olmaq, bir də rəsmi xəbər vermək mənasında. İndi burada nə deyir? She regret. Onda nə olurdu peşman olmaq mənasında? ing nə olur? Adjusting the budget without consulting her team. Peşman olmaq mənasındadır da burada. Sonra decide'a görə nə olmalıdır? To decided to organize charity event to raise. Hər ikisi decide'a aiddir da. To raising diye bir şey yoxdur onsuzda. Yox, to ilə ing mən səhv götürdüm. To ilə ing götürmüşəm səhvən. Deməli, to ilə ing olmur onsuzda. Hər ikisi to olan variant şeydir. Deməli, sifətə görə nə olmalıdır? To ilə ing olmaz. Bu getdi variantdan. After'dan sonra da ing olmalıdır. Birinci to'lu, ikinci ing olan variant A variantı. Pretended sözündən sonra nə olmalıdır? To hearing olmur onsuzda. Bu getdi. Try'da görə his attention. Try to get his attention to the disabled child. He pretend to hear when we try to get his attention. He pretended not to hear when we tried to get
his attention. Ha? B ilə yeni çıxdıq, o heç. Sadəcə mən ikisinə baxıram ki, hə, cavab oldu nə? He pretended not to hear when we tried to get his attention to the disabled child. Eşitməməyə çalışır. Özünü eşitməməzliyə vururdu da, yəni özünü Türkiyə vermək, yəni mənada. Onun diqqətini Cəlb etməyə çalışırdıq. Orada çalışmaq mənasında da. Yəni tərcümə ilə deyəndə pretend ilə to işlənən variantı tapsan, try-dı artıq orada tərcüməyə baxmaq lazımdır. Try-dın çünki iki mənası var da. Try-dın iki mənası nədir? Çalışmaq, bir də sınaqdan keçirmək mənası. Sınaqdan keçirmək olanda ayıncı olur, çalışmaq mənasında to ilə. Biz ona görə tərcümə etməyə çalışdıq da. İndi burada not spend yerinə necə olmalıydı? Don't olmalıydı. Don't. Əmr cümlələrinin inkarı necə idi? Don't idi. Daha düzdürmü? Bu getdi. Sonra let's to sit olmazdı. Elə ki, bu belədir da, elə bil. Let us tamamlıq gəlir. Bundan sonra gələn fe'l nə olmalı? Tusuz olmalıdır. Let'sin açılımı let us deməkdir da. Yəni tamam, let'dən sonra tamamlıq gəlir. Ondan sonra tusuz olmalıdır. 1 və 3. Please read this instruction carefully. Open your book at the page 60. Bu da əmr cümləsidir. İkisi də. 1, 3. Sonra burada come to see us tonight. Düz. 2'də do come. Ya come olmalıdır ya da don't come olmalıdır. Yəni bunun düzgünü belə olmalıdır. Ya təhcə come verərdik ya da don't come verərdik. Yəni belə ikisindən biri olmalıydı. Sonra let us do, bu da düzdür. Don't to let olmaz da don't let olur. Yəni bu qədər deyəsən, qurtardı.